Müdavimlər və abituriyentlər, bu dəfə biz sizlər üçün Yusif Vəzir Çəmənzəminlinin Zeybək qızı hekayəsini təhlil edəcəyik. Təhlilə keçməzdən öncə kanala abunə olursunuz, bəyənmə vurursunuz, şərh bölməsinə hansı əsərin təhlil olunmasını istəyirsinizsə qeyd edirsiniz. Növbəti dəfə həmin əsəri təhlil edirik. Onlayn dərslərimizə qoşulmaq üçün əlaqə nömrələrimiz 051 ilə 399 64 35-dir. WhatsApp üzərindən yazaraq deməli bildirə bilərsiniz. İndi isə deməli əsərimizin təhlilinə keçək. Öncəliklə vurğulayaq ki, deməli ixtisarla dediyinə görə, yəni biz müəyyən bir qismini təhlil edəcəyik ki, bu bizə imtahanlarda qarşımıza çıxan suallar məhz bu hissədən düşəcəkdir. Yusif Vəzir Çəmənzəminlinin yazdığı Zeybək qızı hekayəsi Türkiyənin ağır bir dönəm keçirdiyi vaxtdan bəhs edir. Belə ki, Türkiyənin həmin dönəmdə xarici deməli qüvvələrin təsiri altında qalmışdı. Lakin deməli onların necə silaha sarılıb öz ölkələrini qətiyyətlə müdafiə etməsindən bəhs edir. Və baxaq. Deyir ki, Mithət Əfəndi sabah erkən Darülfününə gəldikdə oranın ingilislərin Hind əskərləri tərəfindən tutulduğunu gördü. Mithət Əfəndi deməli günün hansı hissəsində gəlir? Səhər erkən, yəni sabah erkən gəlir haraya? Darülfünə gəlir. Deməli gördük ki, hadisələr necə başlayır? Onun səhər Darülfünə gəlməsi ilə başlayır və deyir ki, ingilislərin Hind əskərləri tərəfindən tutulduğunu. Burada vergül yoxdur ki, biz deyək ki, həm ingilislərin, həm də Hind əskərlərinin. Yəni demək istəyir ki, ingilislərin tutduğu Hind əskərləri var idi. İngilislərin ordusunda Hind əskərləri xidmət göstərirdilər və onlar necə ki muzla pul qarşılığında işləyirlər. Döyüşlər zamanı ingilislər onları hindlilərdən tutubdular və deyir ki, onların tutduğunu görür ki, yəni onlar oradadır. Tutubdular buranı, Darülfünü. Qapıda duruxdu, fikirləşdi. Ağır bir həyəcan içində geri döndü və qapıda durğunlaşır, fikir bunu götürür, ağır bir həyəcan içərisində geri dönür və bir də bir şey qeyd edeyim sizə. Məsələn, testlərdə verər ki, Mithət Əfəndi burada müəllim idi və yaxud da tələbə idi. Konkret Mithət Əfəndinin burada müəllim və yaxud da tələbə olmasını biz deyə bilmərik. Çünki yoxdur burada. Əsərdə bizə verilən hissədə yoxdur. Əgər kimsə də orijinalı oxuyursa və orijinaldan yadında qalana əsasən götürüb cavab yazırsa, yəni bunu məsləhət görməzdim. Sırf konkret bizə hansı hissə verilirsə, həmin hissəyə baxın siz. Yəni həmin hissədən suallar hazırlanacaq və onun əsasında da cavab verin. Yəni bilmirik ki, o müəllim idi, yoxsa tələbə idi. Deyir ki, qapıda duruxdu, fikirləşdi, ağır bir həyəcan içində geri döndü. Deməli, Darülfünümüzə də əl uzatdılar. Burada danı görürük. Yəni demək istəyir ki, hər bir şeyə əl atmışdılar, bir dənə qalmışdı Darülfünün, artıq buna da əl uzatdılar deyə öz-özünə düşündü və aylardan bəri əcnəbi işğalından təhqir olunmuş şərəfi bir daha əzildi. Baxın, bir daha əzildi. Deməli, əvvəllər də əzilirdi. Yəni, belə deyək, bundan əvvəl baş verən hadisələrə görə də əzilmişdi. İndi də Darülfünün tutulması buna daha çox təsir elədi. Öz-özünə nə fikirləşir? Darülfünümüzə də əl uzatdılar. Bir də bir məsələyə diqqət yetirək burada. Aylardan bəri. Deməli, buna əsasən biz deyirik ki, burada bir neçə aydır ki, deməli, belə deyək, ölkənin vəziyyəti gərgin idi, yəni əznəbi işğalının altında idi. Mithət Əfəndi Bayazit meydanı ilə gedərkən Türkiyənin keçirdiyi macəranın təhlili ilə məşğul idi. Nə zaman Türkiyənin keçirdiyi macəranın təhlili ilə məşğul idi? Bayazit meydanı ilə gedərkən. Müharibə qayıb olmuş. Qayıb nə deməkdir? Sabit, davamlı. Yəni, biri var müharibə, bir dəfə olur, bitir, qurtarır, məsəl üçün işğal edən eləyir və yaxud da azad eləyən eləyir. Amma burada qayıb olmuş, davamlı olmuşdu. Yəni, bitmirdi. Davam edirdi, qalmışdı, elə müharibə vəziyyəti idi ölkədə. Məmləkət bilfil ingilislər, fransızlar, italyanlar, yunanlar tərəfindən parçalanmış, İzmir və civarı yıxılmış, türk qanı ilə boyanmış. Deməli, məmləkət kimlər tərəfindən tutulmuşdu? Yadınızdan çıxmaması üçün İngilis, İtalyanı bir yadda saxlayın. İngilis, İtalyan, bunları deməli bir yadda saxlayırsınız. Yunanlar bir də yadınızda qalsın. Yunanlar da necə qalsın yadınızda? Yunanların Türkiyə ilə arası heç əvvəldən olmayıbdı. Çünki məlum məsələdir ki, hazırdakı İstanbul bir zamanlar Konstantinopol idi və o Yunanların idi. Artıq Türkiyə onu
deməli öz əlinə keçirtdi və Yunanlar bununla hələ heç indiyənə qədər də barışmayıbdılar. Deməli İngilis, İtalyan, Yunan, bir də fransızlar. Fransanın da biz belə deyək, elə hazırda da görürük ki, Ermənistan tərəfini tutur, çünki onların türklərdən bir o qədər xoşu yoxdur. Deməli İngilis, İtalyan, Fransız, Yunan bunların tərəfindən tutulduğunu, parçalandığını, İzmir və civarı yıxılmış, İzmir və civarı yıxılmış, Türk qanı ilə boyanmış. Türk qanı ilə boyanmış yer haraydı? İzmir. Gördünüz? İstanbul işğal altında məmləkətin bütün münəvvər və alimləri Malta cəzirəsinə sürülmüş. İstanbul işğal altındaydı. Münəvvər nə deməkdir? Işıqlı, ağıllı. Yəni bu nə deməkdir? Ölkənin ümumiyyətlə məhvi üçün dedik onun dilini əlindən alırlar. Ziyalılarını aradan götürürlər. Bu hər dövrdə belə olubdu. Yəni bu dövrdə də artıq onlar işğalçılıq siyasətini həyata keçirdəndə bütün baş bilənləri yığıb götürmüşdülər. Münəvvər və alimləri. Münəvvər işıqlı, nur saçan deməkdir. Parlaq, işıqlı, ağıllı mənasına gəlir də. Yəni bu belə deyək, öngörənlərini neyləmişdilər? Malta cəzirəsinə sürülmüşdü. Bu 2023-cü ilin MİQ sualıdır. Orada müəllimlər bunu sürülmüş, yəni sürgün olunmuş yazmışdılar. Sürülmüş yazılmamışdı. Sürgün olunmuş, müəllimlərin əksəriyyəti bunu səhv götürmüşdü. Lakin qeyd eləyək ki, Malta cəzirəsinə sürülmək sürgün olunmaq mənasındadır. Və neyləmişdilər? Münəvvər və alimləri Malta cəzirəsinə sürgün etmişdilər. Mithət Əfəndi durdu. Ayaqlarına bir zəiflik gəlmişdi. Yürüyə bilmədi. Qəmli gözləri ilə ətrafa baxdı. Hər tərəfdə İngilis polisinə və əznəbə əskərinə rast gəldi. Bütün türkləri ac, səfil, sönük çöhrəli gördü. Bu fəci mənzərədən, bu fəci faciəli deməkdir. Acı bir həqarət duydu. Yəni bu mənzərəni görür, insanları ac, səfil, sönük, yəni belə deyək, işğal altında olan bir ölkənin insanları necə olar? Bədbəxt bir vəziyyətlə. Baxır və bunu faciəli bir mənzərə kimi görür və həqarət, özünü təhqir olunmuş görür bu mənzərədən. Bu işlər düzəlirmi deyə içindən bir şübhə doğdu. Yəni özündən fikirləşir ki, görəsən bu işlər düzəlirmi? Bax bu sualları hansı əsərlərdə görürdük? Firudunda görürdükmü? İnsanlar deyirdilər ki, bu işlərin axırı necə olacaq? Daha sonra biz görürdükmü ana bacıda? İndi mən nə idim? Əslində bir çox əsərlərdə var. Hətta bu deməli, anamın kitabında Rüstəm deyirdi. Sonra, yəni ümumiyyətlə bir çox əsərlərdə var. Bax bu çarəsiz sual qarşısında qalmaq fikri bir çox əsərlərdə var. Deyir ki, bu işlər düzəlirmi deyə içində bir şübhə doğdu. Bədbin bir halda yoluna davam etdi. Yəni testlərdə verər ki, axıra kimi bədbin olur, amma belə bir şey yoxdur. Əvvəl bədbin idi o, sonradan artıq o belə deyək, camiyə gedəndən sonra nisbətən müsbət bir əhval-ruhiyyə oradan güc alır sanki. Divan yolundan Sirkəciyə indi. Yeni caminin yanından Qalata körpüsünə çıxdı. Sağ tərəfdən körpünün sürahisinə söykənib qaldı. Körpünün sürahisinə söykənib qalan budur. Deməli, qurumuş çinar ağacına söykənib qalan isə kim idi? Firuz idi. Qoca Firuz. Deməli, hardaydı? Qızıl Qönçələrdə. Yazın günəş, yazın gözəl günlərindən biri idi. Günəşin yaldızlı şüası boğaza dilfirib bir süs vermişdi. Mavi dalğaların içində cilvələnirdi. Əzəmətli dolma bağça sarayı sönmüş bir qürur ilə önündəki Yunan zirehlisinə tamaşa etmədə idi. Bax bu yerləri, bu yer adlarını əgər yadda saxlamırsınızsa, yəni yadda saxlaya bilmirsinizsə, yadınızda qalmırsa, yadda saxlamağın asan yolunu deyim. Bax deməli, dolma bağça sarayı. Elə bil ki, dolmanın altını söndürmək sözü ilə yadda saxlayan, sönmüş. Dolma bağça sönmüş bir qürur ilə önündəki Yunan zirehlisinə tamaşa etmədəydi. Məsələn, testlərdə verir ki, sönmüş bir qürur ilə önündəki Yunan zirehlisini tamaşa etmədəydi. Hara? Dolma bağça. Yadınızda saxlamaq üçün, yəni müəyyən şeylərlə əlaqələndirin ki, dolma sözü ilə sönmək sözünü də yadda saxlasaz, elə burada yadda qalacaqdır. Önündəki Yunan zirehlisinə tamaşa etmədi idi. Bığından da bu bığını yadda saxlayın. Bəyoğlu başdan başa Yunan və əcnəbi bayraqları ilə donanmışdı. Bəyoğlu bayraq sözünü də buradan yadda saxlayın. Başdan başa Yunan və əcnəbi bayraqları ilə donanmışdı. Nə Bəyoğlu? Qarşıdakı Üsküdar xaraba bir qəbristanı andırırdı. Bax, buradakı dar sözünü görürsünüz. Dar sözünü də qəbir sözünə əlaqələndirin. Qəbir necə olur? Dar olur da. Yəni orada belə deyək, genişlik olmur ki, dar olur. Onunla da bu Üsküdar sözünü yadda saxlayın. Üsküdar xaraba bir qəbristanı andırır. Deməli, toplayaq bir yerə. Dolma bağça sarayı sönmüş qürurla önündəki Yunan zirehlisinə baxır. Bəyoğlu başdan başa əcnəbi bayraqları ilə donanmışdı. Üsküdar dar qəbristanı andırırdı.
Bilirsiniz bunları niyə belə deyirəm? Çünki belə deyək, bu əsərdə çox şey var yadda saxlamaq üçün. Yadda saxlaya bilmir. Yəni müəllimlərə də fikir verirəm ki, bir çoxsu çətinlik yaşayır. Ona görə bu formada deyirəm ki, sizin yadınızda qalsın. Arxa tərəfdən çıxan tüstü göyləri bürümüşdü. Gəlin baxaq görək bu tüstü nə tüstüsü idi. Bir də bu tüstü bizə bilirsiniz nəyi xatırladır? Xəzangül pəncərədən baxanda dağların başını tüstü almışdı və həmin tüstü ermənilərin yandırdığı Azərbaycanlıların evləri idi. Oradakı tüstü ilə bu tüstünü əlaqələndirək. Burada da düşmən yanğın törədibdi. Orada evləri yandırmışdılar. Burada isə meşələri yandırıbdılar. Görək niyə? Orada yandırmışdılar ki, insanlardan heç bir şey qalmasın və insanlar çıxsın, qorxu yaratsın da o intiqamda. Burada da yandırıb ki, millətçilərə məskən olmasın. Millətçi nə deməkdir? Bəs millətçi millətini sevən insanlara deyirlər ki, millətçidir. Onlar döyüşmək üçün çəkilmişdilər meşələrə. Və həmin meşələrə çəkildikləri zamanda nə hadisə baş vermişdi? Deməli, ingilislər həmin meşələri yandırırdılar ki, onlar orada qala bilməsin. Dağıtsın da bunların, belə deyək, vətənini sevən insanların vətənin müdafiəsinə qalxması üçün şəraitin aradan qaldırılması idi o meşələrin yandırılması. Sağ tərəf mənzərəsi daha acı idi. Gözəl gülxana bağçası viranəyə dönmüşdü. Baxın, gül deyirsə, güllər dağlarda burada. Gülxana bağçası viranəyə dönmüşdü. Çiçəkliklər depo olmuş, ağaclar sınmış, güllər solmuş, bağçada daş kömür, təpələnmiş tel atılmışdı. Bax, görürsünüz burada gül çiçəklər məhv edilib. Ağacların məhvini biz harda görürük? Biz Mir Qasımda görürdük ki, meşə məhv olacaqdı. Birincisi, deməli, orada Mir Qasım zəhər hekayəsində ağaclar məhv olub. Bir də ki, Mik çərçivə sənədinə yeni daxil olmuş, qəsd edilmiş gözəllik əsərində biz görürük ki, təbiətə qəsd edirlər, ağaclar məhv olunur. Özdə üzərində meyvəli ağaclar var idi. Onların üzəri dolu meyvədən ibarət idi. Və həmin əsərdə görürük ki, deməli, qadınlar hətta ağlayırlar. Üzərində barlı meyvələrin, meyvəsi olan, barı olan ağacların dibindən qoparılmasını biz orada görmüşdük. Baxaq, deyir ki, tel atılmışdı. Mithət Əfəndi istirab içində geri çəkildi, rəngi üzündən götürüldü. Bir də əsəbi halda qırmızı fəslini gözlərinə yeritdi, laubəli bir vəziyyətdə İstanbula döndü. Mithət Əfəndi evə dönmək istəmirdir. Baxaq, görək bu niyə evə dönmək istəmir? Zaten evləri bütün əşyasıyla fransız zabitləri tərəfindən zəbt olunmuşdu. Meşələri yandıran İngilis əskərləri idi, yadınızda qalsın. Mithət Əfəndinin onların evlərini tutan fransız zabitləri idi. Və 10 başdan ibarət bir ailə, deməli ailəsinin 2 nəfərdən ibarətdir. 10 başdan ibarət bir ailə İstanbulun uzaq bir güşəsinə, kiçik bir yerə sığınmışdı. Odur ki, Bayazit meydanına gəldikdə təkrar duruxdu, fikirləşdi və bir saatlığa da olsa zülmkar əcnəbilərdən xali bir güşəyə, xali nə deməkdir? Xali kimsəsiz, yəni kimsənin olmadığı bir yerə çəkilmək istəyir. Xali bir güşəyə çəkilmək ehtiyacı duydu. Mithət Əfəndi şair idi, onun üçün hürriyyət və gözəllik hər şeydən yüksək idi. Deməli, Mithət Əfəndi üçün hər şeydən gözəl olan, belə deyək, yüksək olan nə idi? Hürriyyət, bir də gözəllik idi. Düşündü və bu iki neməti yalnız Süleymaniyə Camiyəsində tapacağına qane oldu. Bu dəfə onu camiyə cəlb edən sənət eşqi və zövq duyğusu idi. O, deməli, bu dəfə onu camiyə cəlb edir. Deməli, bu dəfə dediyinə görə əvvəllər də ola bilsin ki, gəlibdi. Lakin onu buraya cəlb edən bir də yada saxlayaq ki, deyir ki, bu dəfə onu əvvəllər gəldiyini görürük burada. Bir də ki, onu buraya cəlb edən sənət eşqi və zövq duyğusu idi. Süleymaniyənin sakin güşəsi, əzəmətli mənzərəsi, xariqə təşkil edən sənəti onun təhəmmül etdiyi bütün həqarəti unutturacaq idi. Deyir ki, onun bütün dözdüyü həqarət, bu gördüyü təhqir və həqarətləri nə unutturacaqdı? Süleymaniyənin sakin güşəsi, əzəmətli mənzərəsi. Sönük və xarabə küçələri keçdi. Deməli, şəhər nə gündədir? Sönük və xarabə. Yanıq yerlərini adladı və camiyənin sakin dairəsinə daxil oldu. Qapıda çəkmələrinin üstündə məsk idi və xalların üzəri ilə yavaş-yavaş uzaq xanaların birinə yanaşdı, oturdu. Camidə kimsə yox idi, dərin bir sükun hökm fərma idi. Bu sükunu qəndili, sükun söhbəti bir çox əsərlərdə var. Məsəl üçün biz Qızıl Gölmayda poemasında qadının deyir özü ilə gətirdiyi ən qiymətli hədiyyə, deməli, nə idi? Sükut idi, sükut. Müşfiqin yoldaşından söhbət gedir. Baxaq, deyir ki, Dilbərdən də, yəni Dilbər idi orada sükutu gətirən. Dərin bir sükun hökm fərma idi. Bəs yaxşı, bu sükutu pozan nə idi? Baxaq,
qəndillərə qonmuş göyərçinlər idi. Bir də qoca və dənizdə yadınızda qalsın, sükutu pozurdu avarların səsi. Oradakı o 85-ci gün deməli çıxmışdı balıqçı da dənizə 85-ci gün. Orada səssizlik idi və o sükutu pozan avarlar idi. Avarların səsi sükutu pozurdu. Santiago 85-ci gün dənizə çıxanda. Caminin quruluşu, cizgilərin incəliyi, boyaların uyğunluğu Mithət Əfəndini məşğul etməyə başladı. Onu məşğul edən nə idi? Caminin quruluşu, cizgilərin incəliyi, boyaların uyğunluğu Mithət Əfəndini məşğul etməyə başladı. Yarım saat əvvəl gördüyü çirkin mənzərə tamamilə yadından çıxdı. Deməli, burada yarım saatdır ki, bu gəlib camidədir. Və gördüklərini axı o yarım saat əvvəl görübdü, ona görə. Sənət zövqü onun ruhunda bir böyüklük doğurdu. Onu anlaşılmaz bir mətanət gəldi ona. Deməli, güc mənasında. Camidə Süleyman Qanuni dövrünün şan və əzəməti yaşayırdı və bu əzəmət Mithət Əfəndinin ruhunu bəsləmədə idi. Kimin dövrünün şan və əzəməti? Süleyman Qanuninin. Bir də tuhaf bir nəşə içində donub qaldı. Zövq atəşi ilə dolmuş gözləri mehrabın ətrafında gəzirdi. Bir an cami qaralan kimi oldu. Bir də bir şey qeyd edeyim ki, Sultan Süleyman Qanuninin atası insanlara qarşı sərt xarakterdə olub, qəddar birisi olubdu. Amma Süleyman Qanuni özü insanlara qarşı yaxşı birisi olubdu. Və o insanlar üçün bir çox şeylər eləmişdi ki, və elə bu deməli camini də o tikdirmişdi. Və ona görə deyir ki, Süleyman Qanuni dövrünün şan və əzəməti yaşayırdı. Mithət Əfəndinin ruhunu bəsləmədə idi. Bir də tuhaf bir nəşə içində donub qaldı. Zövq atəşi ilə dolmuş gözləri mehrabın ətrafında gəzirdi. Bir an cami qaralan kimi oldu. Camidə Süleyman Qanuninin dövrünün şan və əzəməti yaşayırdı. Bir də tuhaf bir nəşə içində donub qaldı. Zövq atəşi ilə dolmuş gözləri mehrabın ətrafında gəzirdi. Bir an cami qaralan kimi oldu. Mehrabın ətrafını boz bir pəlmə bürüdü, sonra işıqlandı və göz qamaşdıracaq bir şua içində bir zeybək qızı göründü. Qarayağız parlaq gözlü, məhsun baxışlı bu qız bir şeylər söylüyürdü. Həyəcan içində çırpınırdı. Baxın, qızın deməli xarici görünüşünün təsviri varmı? Var. Qarayağız, parlaq gözlü, məhsun baxışlı bir qız bir şeylər söylüyürdü. Həyəcan içində çırpınırdı. Deməli, zeybək qızını birinci dəfə harda gördü? Camidə gördü. Mithət Əfəndiyə bayğınlıq gəldi. Özünü itirdi. Bir də ayılanda cami əzəmət və dəbdəbəsində durmuşdu. Bayğınlıq gəlir, özündən gedir. Bir də ayılır ki, cami əzəmət və dəbdəbəsində durubdu. Sükun həmən sükundur. Yəni sakitçilik həmən sakitçilikdir. Yalnız bu sükunun özünə məxsus bir nəğməsi, əsrarəngiz bir tərənnümü var idi. Mithət Əfəndi bunu duydu və şair ruhuna bir ilham gəldi. Nə zaman? Bax, bu zeybək qızını görür. Ondan sonra bir də zeybək qızını xatırladı. Zehnində onun məhsun baxışını ehya etdi. Sonra bir həyəcan duydu. Məhsun baxışlı qızı təkrar görmək üçün mehrabın ətrafına göz gəzdirdi. Bir nəticə hasil olmadı. Yəni artıq göz baxmağın bir mənası yox idi, qız yox idi. Saatlarca oturdu. Deməli, o nə qədər oturur? Saatlarla oturur bax burada camidə. Nəhayət qalxdı, camini tərk etdi. Sakin küçələr ona geniş göründü. Əsr şəhər hür və məsrur idi. Əsr şəhər hür və məsrur idi. Yəni əsr şəhər artıq azad görünürdü onun gözündə. Camiyə gəldiyi caminin gözəlliklərini gördü. Bir güc aldı buradan. Bir də ki, orada zeybək qızını gördü və artıq belə deyək, sanki özündə bir güc topladı. Nə zamandan sonra artıq o özündə bir güc toplayır, əsr şəhər ona hür və azad görünür. Camidən çıxandan sonra, yəni bu nə güc, qüvvət toplamışsa, caminin içərisində toplamışdı. Yəni o qızı orada gördü. Eyni zamanda caminin özünün şan və əzəməti, sakitçiliyi, deməli necə incəliklə işlənməsi, yəni belə deyək, ümumi yekunlaşdırırıq ki, o camiyə daxil olanda bədbin bir vəziyyətdə idi. Camiyə daxil oldu. Həm caminin bəzəyi, düzəldilməsi, yəni onun incəlikləri ona güc verdi. Həm də zeybək qızını gördü. Və ondan sonra artıq oradan çıxandan sonra əsr şəhər hür və məsrur idi. Ruhunda elə bir əzəmət var idi ki, hər şeyi qırar, yıxar və hər şeyə qələbə çalardı. Gördünüzmü? Deməli, bax bu camiyə gəldi, orada qızı gördü, caminin şan və əzəməti ona güc verdi. Bir də Xurşidbanu Natavanda o deməli özünü aciz hiss edirdi. Yəni Natavan əslində düz deyil, nələrsə edirdi, amma Knyaz Xasaya bildirir ki, mən səndən sonra daha çox güc aldım.
Orada Knez Xasaydın onun güc almasını biz görmüş ola bilirik. Və aha, Mithət Əfəndi evə döndü. Bundan sonra artıq evə dönür. Anası mətbəxdə məşğul idi. Çağırdım. Dərdini anlattım. Gedirəm dedi. Deyir ki, nereye oğlum? Anadoluya. Babandan bax görürsüz, dramatizmin əlamətlərini görürük ya biz burada. Əslində deməli hekayə deyirik, düzdürmü? Hekayə deyiriksə, deməli epik əsərdə də düzdür. Lakin epik əsər olsa da biz dramatizmin əlamətlərini görürük. Dramatizmin əlaməti nə idi? Diyaloqun olması. Gördünüz, deməli diyaloq var burada. Daha doğrusu aha. Deyir ki, Anadoluya. Deməli, haraya gedirsən deyəndə bu deyir ki, Anadoluya gedirəm. Bir də belə bir nitqi biz harda görmüşdük eyni ilə. Deməli, Mix çərçivə sənədinə yeni daxil olunmuş Tənha nar ağacında var. Orada da o universiteti qoyub gedir. Və orada deməli, universiteti qoyub gedin obra. İlqar idi. Burada ise Mithət Əfəndi də Darülfünü qoyub gedir. Deyir, atandan soruşdun. Deyir, babamdan sordun mu? Bəs Darülfünün? Babamdan sormadım. Sormaya da gəlməz. Darülfünün əsir. Bizdə zaten əsir əsarətdə elm təhsil etmək qabilmi? Hür Anadolu hər şeydən yüksək zeybəhlər silaha sarılmış. Deməli, zeybəhlərin silaha sarıldığını biz ilk dəfə harda görürük? Deməli, Mithət Əfəndinin anası ilə danışığında görürük. Bax, eyni ilə yəni əsir olan bir yerdə belə deyək, bax bu cür ifadələri, bax buradakı danışıqların əksəriyyətini biz Tənha nar ağacında İlqarın dilində görmüş ola bilirik. Bir də Mithət Əfəndi həyəcanlandı. Pancuru açdı. Pancur pəncərə deməkdir. Xəlic və mərmərə, xəlic boğaz mənasına gəlir. Burada lakin böyük hərflə yazıldığına görə yer adı bildirir Türkiyədə də, yəni. Xəlic və mərmərə göründü. Deməli, füsunkar bir gözəllik ruhunu oxşadı. Bir dəqiqə keçmədi. İncə minarələrə sarılmış sərvlərin arasında bir duman göründü. Yaldızlandı və məhsun baxışlı Zeybək qızı bütün gözəlliyi ilə zuhur etdi. Deməli, biz Zeybək qızını ikinci dəfə harda gördük? Birincidə camidə idi, ikincidə evlərinə gəlib pəncərəni açanda görür. Deməli, əslində, yəni bunu təhlil eləyəndə gah deyirlər camidəki xəyalı idi, evindəki realdı və s. Üçüncü, dördüncü dəfə görməklərinin hər ikisi realdır, bu konkretdir. Məsələn, üçüncü dəfə gördü harda? Deməli, üçüncü dəfə ocaqdan ışıq düşəndə Yunanovuna getmişdilər. Bax, orada üçüncü dəfə görür və qızı real olur bu. Dördüncü dəfə isə deməli suyun başında, yəni atlarını suvarmağa gətirəndə orada görmüşdüm. Və orada hər ikisi üçüncü, dördüncü görmələrin, ümumiyyətlə Zeybək qızını 4 dəfə görür burada Mithət Əfəndi. Onlardan üçüncü və dördüncüsü konkret realdır. Amma burada təhlilçilər gah deyirlər pəncərəni açanda xəyaldır, gah deyirlər camidə görəndə. Mən düşünürəm ki, camidə olanda real idi və evində pəncərədən baxanda isə xəyal idi. Mən belə fikirləşirəm. Və bir də bir şey qeyd edeyim ki, deməli, belə mübahisəli məsələlər inanmıram sallar, amma yenə də mən özümün qənaətimi deyim ki, onun belə deyək, camidə gördüyünü real götürərdim. Aha, baxaq. Deyir ki, ikinci dəfə gördüyünü də dedi. Zeybək qızı bütün gözəlliyi ilə zuhur etdi. Mithət Əfəndi bihuş olaraq kanepenin üzərinə sərildi. Deməli, bunu birinci dəfə görəndə də özündən gedir camidə. İkinci dəfə görəndə də özündən gedir, kanepenin üzərinə sərildi. Anası istirabla üzərini aldı. Bir dəqiqədə bütün ailə üzvləri ətrafını bürüdü. Mithət Əfəndini ayıltdılar. Bütün deyəndə, yəni axı biz demişdik, onun ailəsi 10 nəfərdən ibarət idi. Mithət Əfəndini ayıltdılar, dili söz tartmaz dedi. Özünə gələr gəlməz nə deyir? Bu əsir şəhəri tərk etməsəm rahatlıq bulmayacağam. Anadolu məni çağırır. Və dedik ki, Zeybəklərin silaha sarıldığını da elə anası ilə nitqində görmüşdük. Mithət Əfəndinin atası Münir bəy Babi ali məmurlarından idi. Məsləh və əqidəcə tam mənasıyla əski bir Osmanlı idi. Milli hərəkata, təcəddüdə inanmırdı. Təcəddüd nədir? Təcəddüd yenilənmədir, təzələnmə deməkdir. Yenilənmə, təzələnmə deməkdir. Bu nə deməkdir? Yəni o belə deyək, o necə ki tabeçilikdə qalıb, elə bilir ki, elə düşünür ki, bu formada da qalmalıdır hər şey. Yəni düşünmür ki, mən millət olaraq azad olmalıyam. O bunu qəbul etmirdi. O bunu quldurluq hesab eləyirdi. Yəni o silaha sarılmağı, döyüşməyi, vətənin azadlığını o, yəni belə deyək, geri düşüncəli insan idi, sakit bir həyatı seçirdi, özünə əziyyət vermək istəməyən birisi kimi də düşünə bilərik. Bunu yenilənmək istəmir, təzələnmək istəmir. Baxaq.
Təmizləyək buranı. Baxaq, deyir ki, onun üçün Zat-ı Şahanənin iradəsi, baxın, Zat-ı Şahanə nə deməkdir? Allah Taala'nın iradəsi hər şeydən yüksəkdir. Yəni düşünür ki, əgər bu vəziyyətdədirlərsə, hal-hazırda belə deyək, İngilis, İtalyan bunların tabiçiliyi altındadılarsa, bunun hamısını eləyən Allah Taala'dır. Yəni Allah belə buyurubdur ki, belə də olub. Belə deyək, bir növ dindar birisi kimi də düşünə bilərik bunu. Və düşünür ki, belə də olmalıdır. Çünki bunu Allah istəyib deyə fikirləşir. Ta düşünmür ki, mən belə deyək, özümü xilas eləyə bilərəm də. Yəni millətim niyə əsarət altında qalsın? Yəni övladı ondan fərqli düşüncədədir. Bəs yaxşı, övlad olaraq atasının sənətini davam elətdirməyən kim idi? Bu da Əl-Abbas kişi idi Talvar hekayəsində. Baxaq, orada sənətini davam elətdirməmişdi. Burada isə düşüncə baxımından atasının ardıcılı deyildi bu övlad. Aha, Anadoluda günü-gündən qüvvət kəsb edən milli hərəkət Münir bəycə yalnız bir quldurluq, baxın bayaq dediyim bir qaçaqçılıqdan ibarət idi. Odur ki, oğlunun fikrini anladıqda hiddətləndi, əsəbləşir oğluna. Oğlum dəlirdinmi dedi. Yarın kurşuna mı düzülmək istəyirsən? Yəni deyir, bilsələr səni öldürəcəkdilər. Mithat əfəndi mətanətli bir səslə, yəni özünə güvənərək bir səslə deyir. Bizi deyil, biz kurşuna düzəcəyik baba dedi. Münir bəy büsbütün acıqlandı. Bundan sonra lap da qəzəblənməyə başlayır buna. Deməli, sus, sən çocuqsan, anlamazsan. Deyir ki, sən uşaqsan, sən başa düşməyəcəksən dedi. İngilisin zirehillərinə qarşı mı gedəcəyik? Yəni biz ingilislərə qarşı mı gedəcəyik deyir. Mithat əfəndi atasının sözünü kəsdi. Evet gedəcəyik. Atası deyir ki, Allah Allah, Anadolu və şuralar var. Şuraların yardımı ilə istiqlaliyyətimizi təmin və ingilisləri məhv edəcəyik. Allah Allah deyə Münir bəy əllə vurdu və hiddətindən uçunmağa başladı. Əslində bu valideyndir, istəyir ki, bunun sözü dinlənilsin. Amma yəni belə deyək, əqidəcə övladı daha ayıqdır və millətpərəst birisidir və dərk eləyir ki, vətən əsir qala bilməz. Lakin atasının sözünü sakitcə qəbul edən kim idi? Özü deyirdi ki, mən uşağam. O Manolin idi. Yadınızda qalsın. Deməli, qoca və dənizdə Manolin özü deyir ki, mən deyir uşağam, atamın sözünü dinləməliyim. Burada nə deyir ata? Deyir ki, sən çocuqsan, sən uşaqsan, sən başa düşə bilməzsən, amma oğlu onu qəbul etməmişdi. Baxaq, deyir ki, Mithat əfəndi ayağa qalxdı və sakit bir səslə anacığım, bana biraz yemək, bir cüt çamaşır hazırla. Yarın erkən əsarəti tərk edəcəyim. Yəni mən əsarətin olduğu bir yeri tərk edəcəm, burada qalmayacağam. Anadoluya keçər-keçməz Mithat əfəndi könüllü yazılıb İzmir cəbhəsinə getdi. Özü yazılır ha, könüllü. Kimsə bunu dəvət eləməmişdi. Təbii ki, özü getdiyinə görə özü də yazılır və İzmir cəbhəsinə getdi. Buradan deməli haraya gedir birbaş İzmirə? Mithat əfəndinin nəzərini özünə ilk cəlb edən coşqun bir həyat, qüvvətli bir milli hərəkət oldu. Deməli, ən birinci Mithat əfəndinin özünə nə cəlb edir? Coşqun bir həyat, qüvvətli bir milli hərəkət oldu. Məmləkətin bütün varlığı toplanıb düşmənə qarşı polad bir sipər təşkil etmiş, hər kəsdən də əvvəl gözə çarpan çalışqan və fədakar türk qadını idi. Görürsünüzmü? Çalışqan və fədakar türk qadının burada. Bunlar nə edir? Çiyinlərində silah daşıyırlar, 1. Yaralılara baxırlar, 2. Bununla bərabər cüt və xışdan da əl çəkmirdilər. Geyimləri ilə qadın şıxlığını heç də xatırlatmayan bu arvadlar Mithat əfəndinin bütün rəğbətini qazanmışdılar. Bax, görürsünüz, bunlar geyimlərinə görə heç də, yəni qadın şıxlığını xatırlatmırdılar. Bəs yaxşı, geyimləri xoşa gəlməyən qadınlar bir də harda idi? Hayf ki, yoxdur da. Yaxşı mı? Orada da biz bunu görmüş ola bilirdik. Mithat əfəndinin bütün rəğbətini qazanmışdılar. Mithat əfəndinin bütün rəğbətini qazanan kimlər idi? Qadınlar idi. Qadınlar Türkiyəni qurtaracaqlar deyə onda qüvvətli bir qənaət hasil olmuşdu. O fikirləşir ki, qadınlar Türkiyəni, o qədər yəni belə coşqun onlar hərəkət edirlər ki, fikirləşir ki, onlar Türkiyəni qurtaracaqlar. Baxaq, deyir ki, cəbhə sakit idi. Hər kəs vəzifə başında hazır durmuşdu. Bir gün bir dəyişikliklər oldu. Mithat əfəndinin alayını, yəni onun olduğu hissəni biraz şimala götürdülər və bir zeybək bölüyü ilə yan-yana oturtdular. Sipər həyatı isə əvvəlki kimi yekrəng və sıxıntılı idi. Yəni oturub gözləyirdilər. Aylardan beri davam edən bu həyatı yalnız bir vuruşma dəyişə bilərdi. Vuruşmaların da nə vaxt başlanacağı sipərdəkilərə bəlli deyildi. Yəni onlara bəlli deyil ki, bunlar nə zaman vuruşa başlayacaqlar. Sıxıntılı həyata ara bir təğyir vermək üçün döyüşçülər Yunan qarovuluna ova gedirdilər. Yəni təğyir nədir burada?
belə deyək də, bunlar gözləyirlər ki, müharibə nə zaman olacaqdırsa, o zaman hərəkətə keçsinlər, amma bunlar oradakılar deməli ara bir belə deyək, dəyişdirmək istəyirlər bu vəziyyəti. Dəyişdirmək də təğyir vermək deməkdir. Və onlar nə edirlər? Yunan qarovuluna ova gedirlər. Gedirlər kəşfiyyata ki, nə etsinlər? Belə deyək, Yunanlara zərər versinlər, oradakı məlumatları öyrənsinlər, hətta tutub ov eləsinlər, gətirsinlər özləri üçün. Bir axşam zeybəklərdən 2 nəfərin kəşfə çıxacağını Mithət Əfəndi duydu və eşidir ki, hiss edir ki, 2 nəfər kəşfə çıxacaqdı, o da onlara qoşulub çıxır. Tel örgülərdən keçdilər və yerlə sürünə-sürünə düşmən qarovuluna yanaşdılar. Necə bir vəziyyətdə keçirlər düşmən tərəfə? Tel örgüləri keçirlər, yerlə də sürünürlər. Təpə arasında sakit bir yerdə tonqal yanırdı. Kənarında bir nəfər yatmışdı. Biri də tüfəngə söykənib mürgü döyürdü. Türklər bir az gözlədilər. Sonra zeybəklərdən biri cəld yürüb bir qılınc zərbəsi ilə mürgü döyən nəfəri yerə sərdi. Deməli, zeybəklərdən bir dənəsi keçir, həmin o mürgü döyən ki yox idi, yuxulamağa çalışan onu bir qılınc zərbəsi ilə öldürür. Mithət Əfəndi o bir zeybəklə birlikdə yatan düşmən əskərini zərərsizləşdirdi. Deməli, Mithət Əfəndi təkcə getmir. Deməli, biri gedib təkcə mürgü döyəni öldürmüşdü. Mithət Əfəndi də biri ilə gedir, o yatanı, deməli, yatanı Mithət Əfəndi ilə zeybək öldürür. Bir dəqiqə keçməmiş yenə əvvəlki sükut bərpa oldu. Yunan elə bir şəkildə öldürür ki, belə deyək də, onların ruhu belə duymur ki, öldürüldü. Bir də digərlərinin heç məlumatı olmur. Yunan nəfərlərinin silahlarını toplarkən ilk hücum edən zeybəyin özünə ocaqdan işıq düşür. Nə zaman düşür ocaqdan işıq? Bax, bu deməli, buradan belə bir qənaətə gəlirik ki, o mürgü döyən Yunan əskəri ki var idi, onu kim öldürmüşdü? Zeybək qızı. Hardan bildik? Gəlin baxaq. Yunan nəfərlərinin silahlarını toplayarkən ilk hücum edən zeybəyin üzünə ocaqdan işıq düşür. Deməli, buradan da məlum olacaq ki, ilk hücum edən zeybək kim idi? Zeybək qızı idi. Və nə zaman görür bunu? Silahlarını toplayarkən görür. Baxaq, deyir ki, Mithət Əfəndi bu simaya diqqətlə baxdı. Birdən-birə dondu, əvvəl gözlərinə inanmadı. Sonra zeybək qızı deyə içini çəkdi və soyuq bir titrəyiş vücuduna yayıldı. Deməli, 3-cü dəfə gördü zeybək qızını. Mithət Əfəndi o axşamı anlaşılmaz bir hiss içində keçirdi. İndiyə qədər gördükləri ona yuxu kimi gəlirdi. Təkrar-təkrar Süleymaniyə və Boğaziçi mənzərəsini xəyalında canlandırdı. Niyə Süleymaniyə və Boğaziçi mənzərəsini xəyalında canlandırır deyim. Çünki birinci dəfə Süleymaniyədə görmüşdü, ikinci dəfə Boğaziçi, Xəlic və Mərmərə dediyi isə ümumiyyətlə Xəlic nə deməkdir? Bayaq birinci təhlildə də mən sizə dedim, boğaz deməkdir. İndi orada boğaz əslində bu köhnəlmiş bir sözdür, Xəlic sözü. Boğaz mənasına gəlir, lakin orada böyük hərflə verildiyinə görə görünür Türkiyədə konkret yer adıdır və ona görə də böyük hərflə yazılmışdı. Boğaziçi mənzərəsini xəyalında canlandırdı. Bu axşam gördüyü ilə müqayisə etdikdə şaşdı qaldı. Yəni məhətdə qalır ki, bu həmin adamdır. Bir gün atları suvarmağa apararkən bulaq başında qarşı-qarşıya gəldilər. Bu neçənci dəfə oldu? 4-cü dəfə oldu. Buranı təmizləyək və bura 4-cü dəfə yazım. Çünki burada 4-cü, burada 3-cü dəfə idi gördüyüm. Qarşı-qarşıya gəldilər. İkisi də hərəkətsiz bir vəziyyətdə qaldı. Zeybək qızının dodaqlarında qeyri-şüuru bir təbəssüm oynadı və fövrən qayıb oldu. Deməli, fövrən qayıb oldu deməkdir, tezdə getdi. Gülümsədi, bir təbəssüm oynadı, yəni qız tanıyır bunu. Əvəzində həyalı bir qızartı yanaqlarını bürüdü. Qadındır da, indi burada utandığını görürük biz. Əvvəlcə Mithət Əfəndini ildırım qüvvəsi ilə qarşılayan uzun kirpikli gözlər indi həyəcan içində yerə baxırdı. Titrək barmaqları atın yalına sarılıb qalmışdı. Mithət Əfəndi özünə güclə malik ola bildi. Söz demək istədi, dodaqları tabi olmadı, sustu. Sonra ruhunda bir sakitlik duydu. Qəlbinə bir yol açıldığını və bu yolla görünməz sirlərin axın-axın gəldiyini hiss etdi. İndi artıq iki ürək bir-biri ilə dərdləşirdi. Gənclərin ikisi də aram tapıb xoş bir sima ilə bir-birinə baxdılar. Bu dəfə dillər mətanətlərini qayıb etmədi. Deməli, ilk sözə başlayan kim olur? Mithət Əfəndi. Mən səni İstanbulda ikən tanıyırdım, dedi. Burada görüşəcəyimizi təsəvvür etmirdim. Qız qayıdıb deyir ki, mən də səni tanıyırdım. Zeybək qızı başını aşağı saldı və son sözü bir-birinə toxunan çini kasaların sədasını verdi. Yəni titrəyişini nəzərdə, səsindəki titrəyişi bizə çatdırmaq istəyir. Düşmən cəbhəsi yarılmışdı. Baxın, burada 3 nöqtəni görürsünüz. İxtisarlar bax buradan gedibdi. Düşmən cəbhəsi yarılmışdı. İngilis silahı ilə təchiz olunmuş 200 minlik bir ordu dağılıb, pərakəndə bir halda geri çəkilirdi. Deməli, nə qədər ordusu var idi bu İngilislərin? 200 minlik bir ordu dağılmışdı. Qırmızı Türk bayrağı təkrar İzmir təpələrində dalğalanmadı idi. Bax, yadınızda qalsın. Düşmən bayrağı ilə donanmışdı Bəyoğlu. Türk bayrağı ilə donanmışdı İzmir.
Yadınızda qalsın. İstanbulda başqa bir aləm yaşayırdı. Əcnəbilərin işğal ordusu çəkilmədən paytaxt bütün idarə və məmurları ilə bərabər Böyük Millət Məclisinə beyət etdi və şəhər dəbdəbəli bir türk qiyafəsinə bax. Testlərdə bu bizim qarşımıza çıxır. Deyir ki, şəhər dəbdəbəli türk qiyafəsinə girdi. Hara girmişdi İstanbul? Hər yer al bayraqlarla bəzənmişdi. Ala qapılar qurulmuş, küçələr nümayişçilərlə dolu idi. Türk bayrağı İzmir təpələrində dalğalanır, bəzənməsi isə İstanbuldaydı. Ala qapılar qurulmuş, küçələr nümayişçilərlə dolu idi. Ankara müməssili paşa gəldi deyə səs düşdü. Minlərcə adam sirkeciyə töküldü. Küçələr fəslərdən laləzar oldu. Fəs papaq deməkdir. Qırmızı papaqlar olur, türlərin başına qoyduqları belə qəribə bir quruluşda olur, belə bir formada olur təxmini. Fəslərdən laləzar oldu. Ağ atlı paşa xalqa təzim etmədə idi. Mabeynindəki gənc sabit Mitət Əfəndi və onunla yan-yana gedən milli libaslı zeybək qız idi. Arxadan qırmızı bayraqlı nümayişçi gənclər ağır-ağır yürüyürdülər. Deməli, bu Mustafa Kemal Atatürk'dür. Bax, yəni bu deməli deyəndə ki, Ağ atlı paşa kimdir? Bu Mustafa Kemal Atatürk. İndi burada adı çəkilmir, amma yəni bilmək lazımdır ki, Mustafa Kemal Atatürk'dür. Xalqa təzim etmədə idi və mabeynində gənc zabit Mitət Əfəndi onunla yanaşı milli libasda zeybək qız idi. Ümumiyyətlə, zeybəklərin özlərinin milli geyimləri var. Zeybəklərin fərqli rəqsləri də var, zeybək rəqsləri. Yəni, baxsaz görəcəksiniz. Arxadan qırmızı bayraqlı nümayişçi gənclər ağır-ağır yürüyürdülər. Cadənin iki tərəfini izçilər zənciri tutmuşdu. Ortanı minlərcə məktəbli qız və oğlan məşğul etmədə idi. Bir də yerləri titrədən bir alqış qopdu. Yaşasın Böyük Millət Məclisi, yaşasın zeybək qızı, səslər göyə yüksəldi. Bax, bu yaşasın, yaşasın sözlərini biz harda görürdük? Deməli, Azadda gördükmü, yaşasın, yaşasın deyirdilər. Sonra ikinci harda gördük, səsli qızda, belə deyək, səsli qızda Qalib Şahın, eyni zamanda ona uğursuz şah deyirik biz. Gəlişi zamanı görürdük, bir də harda gördük, burada zeybək qızında görmüş olduq. Baxaq. Yaşasın Böyük Millət Məclisi, yaşasın zeybək qızı, səslər göylərə yüksəldi. Balkonlarda və pəncərələrdən türk qadınları güllər atdılar, ətir tökdülər. Deməli, qadınların güllər atmasını burada görürük, bir də harda görürük? Oktay Eloğlu'nda deyirdi ki, Ruslarda deyir, qadınlar səhnəyə gəlirlər və aktyorlara güllər atırlar. Orada belə bir ifadə keçdiyini görürdük. Güllər atdılar, ətir tökdülər. Qafilə divan yolunda dayandı. Paşa Mabeyni ilə bərabər Şərq Məhvəli klubuna indi. Nümayişçilər isə şəhəri dolanmağa başladılar. Axşam şəhər çıraqban oldu. Minlərcə qırmızı fanarlı məktəblilər Şərq Məhvəlinin qarşısına toplandılar. Yaşasın zeybək qızı deyə alqışlar qopdu. Klubun pəncərəsi açıldı. Zeybək qızının incə çöhrəsi göründü. Dəqiqələrcə alqış davam etdi. Hər tərəfdən zeybək qızının cadiyə enməsini rica etdilər. Bir də Mitət Əfəndi ilə yan-yana qapıya çıxdı. Alqış qopdu. Ətraflarını gənclər bürüyüb, onları çiçək yağmuruna tutdular. Önlərində zeybək qızı olaraq fanar alayı körpüyə indi. Bir də körpünü açılmış gördülər. Nümayişçilərin Beyoğluna keçməməsi üçün, bax, bu nümayişçilərin Beyoğluna keçməməsi üçün ingilislər neyləmişdi? Körpünü açmış və qarşısına mitralyozlu əskərlər qoymuşdu. Həyəcan artdı. Bax, həyəcanın artmasına səbəb nə idi? Deməli, ingilislərin körpünü açıb qabağına mitralyoz qoyması idi. Lakin türk səbri həyəcana qalib gəldi. Bu həyəcana nə qalib gəlir? Türk səbri qalib gəldi. Əcnəbilərin həyasızlığına qarşı, bax, bu əcnəbi həyasızlığını biz bir də harda görürdük? Dursun bu həyasızca axın deyirdi. Dursun bu həyasızca axın harda keçirdi? İstiqlal marşında, Mehmet Akif Ersoyun yazdığı İstiqlal marşında görmüş ola bilirdik. Deyir ki, əcnəbi həyasızlığı idi orada da. Orada da deyirdi həyasızca axın dursun. Burada da əcnəbi həyasızlığı idi. Əcnəbilərin həyasızlığına qarşı soyuqqanlıqla cavab verildi. Bir dəqiqədə xəlistəki yüzlərlə qayıqlar gənclərlə doldu. Beyoğluna keçildi. Avropa imperialistlərindən illərcə çəkdikləri təzyiqi unutmaq üçün İstanbul bir həftə bayram etdi. İstanbulun nə qədər bayram etdiyini görürük, düz bir həftə. Bu bir həftədə Türkiyəni xilas edən qadınlığın müməssili deyə zeybək qızını əllərdə gəzdirdilər. Əsər barəsində deməli,
Ümumi nələri deyək? Xəlic və Mərmərənin adı çəkilir. Niyə? Mithat Əfəndi öz evlərində pəncərəni açanda qızın adını görür, yer adlarını görürük. Bax burada Xəlic, Mərmərə, İstanbul, İzmir və deməli kimi yer adlarını görürük. Əslində dolma bağça da var, yəni çoxdur, amma Xəlic və Mərmərənin adını o zaman görürük ki, Mithat Əfəndi öz evlərində pəncərəni açanda qızı orada görmüşdü. Ümumilikdə 4 dəfə görür. Bunlardan 3-ü realdır, biri xəyaldır. Düşünürəm ki, xəyal olduğu evdə pəncərədən baxdığıdır. Amma yenə deyirəm, təhlilçilər bunu fərqli şəkildə təhlil edirlər. Dramatizmin xüsusiyyətlərini görürük, dialoqun olduğunu deyə bilirik. Türk bayrağı dalğalanmışdı İzmirdə. İstanbul dəbdəbəli Türk qiyafəsinə girmişdi, hər yer bayraqlarla bəzənmişdi. Sonra Mithat Əfəndi camiyə getməmişdən qabaq bədbin olmuşdu, sonra ruhlanıb cəsarətlənir. Darülfünün tutulur ingilislər tərəfindən, ingilislərin Hind əskərləri tərəfindən tutduğu Hind əskərləri idi onlar. Sonra baxaq görək sonra nələr var. Deməli İzmir və civarı yıxılıb türk qanı ilə boyanmışdı. Sonra işğal altındaydı İstanbul. Sonra Türkiyənin keçirdiyi macəraları təhlil edir Bayazid meydanı ilə gedərkən. Alimlər haraya sürgün olunmuşdu? Malta cəzirəsinə. Sonra sönmüş bir qürurla önündəki Yunan zəhlisini tamaşa edirdi. Dolma bağça, dolma sözünü buna dedim, yadınıza saxlayın. Sonra Üsküdar, xaraba bir qəbristanı yəni xatırladırdım. Deməli, Mithətə gücü bilirsiniz nədən gəlir? Sənət eşqindən gəlir, camidəki cizgilərə baxır, bir də bu qızın məhsum baxışını görür və ondan sonra deməli bir növ artıq o güc toplamış olur. Peşəsi nə idi Mithat Əfəndinin? Mithat Əfəndinin peşəsi şair idi. Bax, yadınızda qalsın. Aha. Bəs məndə Məcnundan Füzun aşiqlik istedadı var deyən kim idi? Onu da deməli deyirdi kim? Onu da deyirdi açıq kitabda deməli Səttərzadə deyirdi. Sonra deməli belə ümumi şəkildə bunları deyə bilərik. Əsər epik növdə yazılıbdır, hekayə janrında yazılıbdır, təhkiyə aparıcıdır və yenə də qeyd edirəm, Türkiyənin keçirdiyi ağır bir dönəmdən, onun yad illi işğalında olduğu bir dönəmdən bəhs edir. Ümidvaram ki, sizlər üçün faydalı olacaqdır. Kanala abunə olmağı unutmayın.